3-cü bölüm 1385 Xurdad qiyamının Güney Azərbaycanın çağdaş tarixində önəmi 1385-ci ilin Ordibehişt ayının 22-si İran qəzetəsi rejimin rəsmi xəbər ajansı olaraq milyonlar Güney Azərbaycan türkünə qarşı təhqir edici bir karikatur yayınladı. Bu sözdə tənz olan yazı 1394-cü il Fitilə proqramı kimi bir temi var idi və müxatəbi uşaqlar və ərgənlər idi. Etnişləri ırqdan təmizləmək və asimilə etmək, özəlliklə uşaqlarda tarix boyu apartheid rejimlərin kullandığı yöntəmlərdəndir. İlk başda xalq məsulların bu karikaturu yayınlayanlarla ciddi və qanuni şəkildə ilgilənməklərini istədi. Ancaq rejim məsulları nə fəqət özür diləməyib, istifa etməyib və ciddi bir şəkildə ilgilənmədilər, bəlkə bəzi medialar, məsullar və hətta sosial mediada da etiraz edənləri etnişçi adlandırdılar. Bütün bu nədənlər xalqın illər boyu ayrımcılıq öfkəsi ilə birlikdə etiraz çıxışlarının başlanmasına səbəb oldu. Karikatur çapı ilə etirazların başlanmasında olan zaman aralığı səbəb oldu, rejim daha öncədən olduğu bütün hazırlığı ilə Azərbaycan şəhərlərində etiraz edənləri sərkub edib öldürsün. Etirazlar sürətlə Azərbaycanın bütün böyük və balaca şəhərlərində və Tehranda başlandı və etirazların yayılması elə həddə yetişdi ki, biraz daha davam gətirsəydi, kontrolu rejim üçün imkansız olardı. Rejim əlində olan bütün gücü və arazlarıyla haqlı olaraq etiraz edən xalqı vəhşicə sərkub elədi. Əlbəttə rejim bu sərkubda tək başına deyildi və rejimin sərkub etməkdə ən önəmli dəstəkçiləri və tərəfdarları ırqçılığa qarşı etirazı, millətçilik və pantürklük adlandıran Fars opozisyon və Fars bölgəsi xalqı idi. Əlbəttə bu, İran adlı coğrafiyaya 100 il hökumət edən iki rejimin tanıdıq siyasətnaməsi idi ki, asimilyasyon siyasətini daha rahat qabağa aparsınlar. Öncəki və bugünkü rejimin illərcə Güney Azərbaycan Türk millətinin kimliyini təhrif və cəli üçün çabaları, ana dilində təhsil yasağı, iqtisadi ayrımcılıq, təhqir və suçlama, bəzi ırqçıları Güney Azərbaycan Türk millətinin asimilasyonuna və kimliyini aradan aparmağına umudlandırmışdı. Amma Güney Azərbaycanda bir olay baş verdi və birdən-birə bu ırqçıların uca xiyal duvarları yıxıldı. Bu olay Güney Azərbaycan Türk millətinin əbədi bir yuxuya getməsini və İran adlı coğrafiyada fars olmayan etnişləri aradan aparmaq projesinin başarılı olmasını düşünən İslam Cumhuriyyətinin totaliter rejiminin və Fars mərkəzli opozisyonun başına tökülən soyuq bir su kimin idi. Güney Azərbaycanda milyonlarca şərəfli xalqın əli ilə baş verən 1385 qiyamı göstərdi ki, Azərbaycan xalqının gerçək kimliyi nə qədər onlar üçün önəmlidir. Bu əzəmətli xalq qiyamının buraxdığı dəyişimlər və etkilər Güney Azərbaycanın çağdaş tarixində bir dönüş nöqtə olub və bütün var olan siyasi müadilələri dəyişdirdi. Öyle ki bilirsiniz, bu hərəkət 24 Ordibehiştdə ilk olaraq Güney Azərbaycanın Urmiya şəhərində olan üniversite danışqahın öğrencilərin təşəbbüsü ilə başlanmışdır. Öğrencilərin işbirliyi və orada etirazlara başvurmaları və danışqah Urmiyənin həyətində danışıqlı kişavərzinin qabağında danışıqçıların işbirliyi ilə haray haray mən Türkəm, nə mutlu Türküm deyənə, ağır olsun İrana, İran qazetəsi bağlanılmalıdır, şuar verməklərlə bu hərəkətin startı vurulmuşdur və Fars Molla rejimi birbaşa qarşı durulmuşdur.
Ondan sonra Təbriz Üniversitesi, Sulduz Üniversitesi, Ərdəbil Üniversitesi, Zəncan Üniversitesi, Tehran Üniversitesi və İranın genəlində hər bir danışqahda ki, türk öğrenciler var idi, oradan etirazlara başlamışlardı. Və Fars Molla rejimi bunu görərkən çox bir qorxuya qapılmışdı. Heç bir beklentisi, belə bir beklentisi yox idi. Genelde alışmışdı, çıxsınlar Xatəmiyə, Əhmədi Necada, Xameneyə, falana şuar versinlər. Amma bu seri danışçıların şuarları fərqli idi. İrandan ayrılmaq istəyirdilər. Xurdad 1385 əzəmətli milli qiyamı əslində Azərbaycanın gənclər hərəkatının yaranmasının bir balaca quşəsi idi və toplumun başqa hərəkətləri və təbəqələrini bir araya gətirməyi başarıb, Güney Azərbaycan milli hərəkətinin önəmli bir parçası olaraq taysız bir yerə sahib oldu. Fransədəki 1968 hərəkətini özgürlük, rifah və olğunluq təməli sayarsaq, kəsinliklə Güney Azərbaycanda 1385 Xurdad qiyamı da onun kimi Azərbaycan milli mübarizə hərəkətinin yeni hayata addım atmağıdır. Xordad olaylarında mütəşəkkil olmuş öğrencilerimizin inanılmaz rolları vardı. İran gazetesinde yayımlanan hamam böceği karikatürünün ardından Güney Azərbaycanın bütün şehirlerinde öğrenciler ilk önce öz aralarında meselenin ne olduğunu analiz etmeye başladılar ve beləncə bir tohin ve təhqirə karşı duyarlılıklarını ortaya koyarak Urmu ve Təbriz üniversiteleri başta olmak üzere bütün şehirlerimizde ve bütün öğrencilerimiz olan üniversitelerde yeni genç nəsil bir araya geldiler, məsələnin necəliyinə baxdılar ve necə etiraz ediləcək bunun da qərarlarını aldılar ki, biz şahid olduq Güney Azərbaycanın 27 böyük və kiçik şəhərlərində ayaqlanmalar və etirazlar başladı və millətimiz rejimin ölçüsünü əlinə verdiler.